Salam aleykum, xoş gördük, hörmətli mühasib bələdçisi verilişin izləyiciləri. Bugün ənənəvi olaraq növbəti bir verilişdə görüşürük. Keçən verilişimizdə yazıda olduğu kimi mühasiblərə olan məsləhətlər haqqında biz söz açmışdıq və bugün bu silsilə verilişi davam etdiririk. Bu günlər isə növbəti iki daha dəyərli bir məsləhət verəcəyik. Keçən dəfə yadımızda olduğu kimi biz ilk tövsiyəmiz nə oldu? Öyrəndiklərimizi paylaşmaq və ikincisi isə ədalətli olmaq. Bu günlər isə növbəti bir biz prinsipdən danışacağıq, yəni ki, məsləhətimizi sizə deyəcəyik və bunun üçün də biz bu günləri yenə də verilişimizin qonağı Radil müəllimi salamlayırıq. Radil Fəthullayev, buyurun. Hər vaxtınız xeyir olsun. Bugünkü məsləhətimiz isə yoldaşlar, mühasiblərin məsuliyyətli olması haqqında olacaq və Radil müəllimin bu barədə fikirlərini qulaq asmaq daha maraqlı olardı. Çox sağ olun, təşəkkür edirəm. Deməli, bir daha dediyinizə xatırlatmaq növündən ki, bəli, keçən dəfə biz öyrəndiklərinizi paylaşmaq və ədalətli olmaq məsələsinin üzərində çox qalmışdıq və ondan sonra gələn bizim məzunlara, belə deyək ki, İATM məzun tələbələrinə, həmçinin mühasib işləyən yoldaşlara ən vacib olan tövsiyəmiz elə məhz bu məsuliyyət məsələsidir. Bildiyiniz kimi, mühasib peşəsi digər ixtisaslardan fərqli olaraq daha çox diqqətə, məsuliyyətə, dəqiqliyə ehtiyacı olan bir peşədir. Çünki biz bunu dəfələrlə şahidi olduq. Yönləndirdiyimiz o şəxslər ki, çalışdığı zaman bəzən oldu ki, ödənişləri 2 dəfə etdilər. Bəzən oldu, rəqəmin arxasında 1-0 artıq yazdılar və ya 1-0 indi əski yazmaqda problem olmur, amma əsasən artıq yazmaqda problem olur. Və xüsusən indiki dönəmdə maliyyə dələduzluğunun artdığı bir dönəmdə mühasiblərin diqqəti bəlkə mən deyərdim ki, bina 10 artmalıdır. Məsələn, biz son dönəmlər öz məzunlarımızdan hətta nələr eşidirik. Bəzən olur ki, müdürün əvəzinə WhatsApp-dan yazılar, onun şəklini qoyub yazaraq ki, bəs filan yerə filan qədər pul köçürmək lazımdır. Yəni, iş gəlib o nöqtələrə qədər çatıbdır hətta. Ona görə də mühasiblər bu dönəmdə diqqətlərini 1-ə 10 artırmalıdırlar. Məsələn, biz hətta özümüzdə nələrin şahidi olduq ki, bəzən yenə İATM müxtəlif əməkdaşlarının şəklini saytdan götürərək öz adlarını qoyurlar. Səni güya filan yerə işə düzəltmişik, filan yerə işə düzəltmişik, oradan müəyyən pullar çəkirlər və s. Bu da biraz mühasibatla əlaqəli olsa da, yəni bu dələduzluğun fərqli növlərini deyirəm və ən son bizim məzunlarımızdan biri müdür xaricdə olduğu halda başqa bir təşkilata onun adından kimsə tanıyan biri olubdur. Onun adından müraciət edir ki, bəs mənim filan, hətta invoice göndərib, təsəvvür etsin, həm hara göndərəcəyi, bütün məlumatları göndərərək pul köçürüb. Sonra ikinci köçürməni etdikdən sonra müdürə zəng eləyib ki, bəs siz mi deyirsiniz? Deyib ki, yox, mən deyiləm. Yəni, deməyim odur ki, məsuliyyət, diqqət və dəqiqlik çox önəmlidir və bəs indi bu işin ikinci tərəfi necə etmək lazım? Bəli, indi insanıq, unutqanıq, biz ola bilsin ki, belə deyək ki, fərqli hallarımız ola bilər. Biz bəzən olub ki, məsuliyyətdə insanlarda belə bu problemlə qarşılaşdığını görmüşük. O, kibertexnologiya sahəsində ki, belə bir söz var, deyir ki, onlarda kiber təhlükəsindən bağlı müəyyən bir işləri çox görürlər, gecə-gündüz oyanıq olmalılar, amma günün birində nəsə baş verir. Yəni, sən nə qədər məsuliyyətli olsan da, yəni mütləq nəsə bir imtahan üçün olur. O baxımdan mühasib yoldaşlara buradakı tövsiyəmiz də odur ki, burada çıxış yolu, yeganə çıxış yolu komanda şəklində işləmək bacarığıdır. Yəni, onlar özlərində komanda ruhlu işləməyi belə deyək, uyğun görməlidirlər. İş yerində rəhbəri deməlidir ki, onun yanında bir neçə işçi olsun. Bu, bəzən müdiriyyətin də yanaşmasından asılı ola bilər. Məsələn, bizim bir məzunumuz var. O yoldaş illərdir ki, bir şirkətdə işlədi və heç bir problem olmadı. Amma günün birində ƏDV hesabatında 1-0 artıq yazdığına görə, belə deyək, bir ayın birinin içərisində şirkətə 10 minlərlə əlavə vergi hesablandı. O vəziyyətdə şirkət çox pis vəziyyətə düşdü və mühasibi günahlandırdı ki, bəs sən belə etməli deyildin və s. Tamam da bununla razıyam, bu mühasib orada diqqətli olmalıydı, amma o rəhbər də onun yanaşmasını dəyişib
onun yanına bir köməkçi versəydi, onun hazırladığı ədəbi bəyannaməsinə ikinci gözlə baxsaydı, əlbəttə ki, o problem yaşanmazdı. Evet. Ona görə də burada komanda şəklində işləmək çox önəmlidir. Və hətta beynəlxalq təcrübədə biz nəyin şahidi oluruq ki, məsələn, deməli, əksər audit şirkətləri özlərini işçi seçərkən müsahibədə olan suallardan biri də budur ki, sən tutaq ki, hesabatın son günüdür, çətin vəziyyətdəsən və çox belə deyək ki, məsuliyyətli işlərdə də nə edərsən? O zaman çox Azərbaycanlı mühasibləri buna belə cavab verirlər ki, özümü dağıdaram, partladaram, çalışaram, tər tökərəm, o hesabatı çatdıraram. Amma o sualın cavabı o deyil. O sualın cavabı komanda şəklində işləyərək, komanda yoldaşımdan dəstək alaramdır. Yəni, odur ki, bu məsuliyyət diqqət məsələsini bölüşməyi bacara bilən mühasiblər gələcəkdə uğur əldə edə biləcək mühasiblərdir. Bu qədər. Çox gözəl. Növbəti tövsiyəmiz tələbələrə çətinliklər haqqındadır. Bu zaten adət üzrə mən də çox görmüşəm. Belə bir hallar ola bilir. Bir də görürsən, tələbə gedir və ya başlayan mühasib gedir, başlayır bir işlə və bir də görürsən bir ay yarımdan sonra oradan çıxıb. Soruşsan, nə üçün çıxmısan? Deyir, müəssisədə bərbad vəziyyət var idi, sənədlər qaydasına deyildi və aləm qarışmışdı bir-birinə və buranı tərk etdik. Siz bu barədə nə fikirlərinizi deyə bilərdiniz? Çox gözəl qeyd Zaqib müəllim. Həqiqətən də biz bu dəfələrlə şahid olmuşuq. Bu da yenə insan fitrətinə əlaqədardır. İnsan və mühasiblər də düşünürlər ki, sanki onlar bir işə başlayanda hər şey belə qaydasında yağ-şım gedəcək, heç bir problem yoxdur, dörd dörtlük bir yer axtarırlar. Halbuki, yəni, dünyada elə müəssisə yoxdur. Yəni, problemi olmayan şirkət olmaz. Və bu nöqteyi nəzərdən əslində, bu arada əsas tövsiyəmiz odur ki, mühasiblərə çətinliyi olan bir müəssisəni bir fürsətə çevirsinlər. Bunu doğru bir şəkildə dəyərləndirə bilsələr, tam əminliklə deyirəm ki, o şəxs o şirkətdə həm biliklərini yaxşı şəkildə təkmilləşdirə bilər, oranı bir təcrübə alanı kimi istifadə edərək, özünü əsl belə deyə mütəxəssis səviyyəsini çatdıra bilər və müəssisənin ən dəyərli işçisinə çevrilə bilər. İndi bunun yolu nədir? Yəni, biz deyirik ki, bax, çətinliklərdən qaçmayın yoldaşlar, çətinliyin üstünə gedəcəksiniz. Çünki komfort zonu axtarsansa, ona görə çıxırsansa, gedəcəksən başqa müəssisədə tamamilə başqa bir imtahanla qarşılaşacaqsan. Yəni, hər müəssisənin özünə məxsus bir çətinliyi var. Ona görə də onu həll edib, başqa bir yerdə də sən bunu da həll edə bilsən, digər müəssisədə də o birisi problemi də çözə biləcəksən. O nöqteyi nəzərdən burada tövsiyəmiz ciddi şəkildə budur ki, müəyyən bir tutalım ki, siz demiş, tutalım sənədlərdə bərbadlıq var. Məsələn, kimsə bundan əvvəl elə vəziyyətə qoyub ki, sistemsizdir, kassa sənədləri bank sənədlərinə qarşı, bank sənədi təhdil hesaba, o birisi əmək haqqına qarşı, bu birisi qaymələrə filan. Yəni, bu normal haldır. Bizim şirkətlərdə biz bunu şahidi olmuşuq. Bir yoxlama filmimiz də var. Fikir versəz, o metal zavodunu yoxlayan orada Əjdər bəy məşhur aktyorumuz orada iştirak eləyir. Və həqiqətən o filmdən də biz görürük ki, mühasibatlıq departamentində sənədlər qarışıq ola bilər. Bəzən sənədləri oğurlaya bilirlər və s. Hətta o yoxlamada deyir ki, hanı sənədlər? Deyir, sənədləri Məmməd oğurlayıb. Belə bir yanaşma deyir ki, yox, siz özünüz gizlədirsiniz falan. Yəni, orada da göstərir ki, bəzən gətirib belə qarışıq sənədləri qoyurlar ki, bəs hə, indi yoxlasın. Auditorda əlbəttə ki, mühasibin yanaşmasına uyğun olaraq özünün yanaşmasını tətbiq edəcək. Ona dəstək yox da onun cərimələrini artıra bilər. Belə bir səliqəsizlik görsək, mühasib nə etməlidir? Əlbəttə, ilk öncə öyrəndiklərini orada tətbiq edib, sənədləri sərgiyə salmalıdır, sistemləşdirməlidir. Kassanı ayrı, banka ayrı, təhdil ayrı, əmək haqqını ayrı və digər sənədləri ayrı sistemləşdirəcəkdir. Və ondan sonra işdə tutalım ki, sistemsizlik var, o zaman sistem quracaq. Bugün məsələn elə bir əsrdə yaşayırıq, rəqəmsal bir dövrdə yaşayırıq. Öyrəndiklərin tətbiqat üçün sənə hətta süni intellekt belə dəstək göstərir. Hardan başlamaq lazım? Necə? Bir məşhur Henry Fordun bir sözü var. Bir iş çətin olduqda sən onu xırda hissələrə bölüb həll etdiyin zaman asanlaşacaq iş. Və əlbəttə ki, mentor dəstəyi, yəni biz də bunlar üçün həmişə hazırıq. Yetər ki, sən o dəstəyi istə bizdən. Və əgər mühasib yoldaş bu çətinliklərdən qorxmayıb, onun üzərinə getsə, bunun həllini orada icra eləsə, o zaman çox yaxşı nəticələr əldə edəcək. Əlavə olaraq onu da qeyd edeyim ki, burada biz mühasiblərdə nəyi görmüşük? Ümumiyyətlə, hər bir rəhbər, hər bir şirkət rəhbəri və ya maliyyə direktoru istəyər ki, mühasibi, bütün işçiləri, eyni zamanda mühasibi şirkətə özünün müəssisəsi kimi baxa bilsin.
öz Çox evi önəmli kimi bir- baxa bilsin. çox Bəli, önəmli çox bir önəmli şeydir. məsələ. Bəli, biz adətən şirkətlərdə modellərdən danışanda Yapon modeli öndə olur həmişə. Yaponların belə bir fitri xüsusiyyəti var ki, Yapon mütəxəssisi işlədiyi şirkətə çörək qazandığı yer olduğuna görə öz şirkəti kimi baxır. Və deyir ki, bura pul qazansam mən də qazanacam. Bura irəli getsəm mən də irəli gedəcəm. Və sanki öz yaralarını sarır. Yəni müəssisə rəhbər də deyir ki, mənim problemlərim var. Bu problemləri həll elə, gəl gözümdə uzal belə deyək də. Bu problemlər dərdimə dərman ol, mən də sənin dərdinə dərman olum. Yəni bax bu nöqteyi nəzərdən əgər mühasib o şirkətə özününki kimi baxsa, necə ki evində bir şeylər qaydasında olmayanda görürsən özünün evidir və evladınla bağlı narahat olur, evin çirkli ilə bağlı, ailəsi ilə bağlı narahat olur. Ona da elə narahat olması lazımdır. Və müəssisədir, tutam ki, müəssisədə bir böhran dönəmi başlaya bilər, çətinlik dönəmi başlaya bilər. Bu çətinlik dönəmində yenə də Yaponlar həmişə öndədirlər. Deyirlər ki, Yapon artıq hətta orada hər şeyə hazır olur ki, nəinki şirkət vəziyyətdən çıxsın, orada artıq növbəti dönəmdə düzələcək. Bax, bu məsələlərə diqqət edilsə, şirkətə özününki kimi baxsa mühasib və o problemləri həll etmək artıq çox asan olacaq onun üçün. İkinci tövsiyəm də bundan ibarətdir. Çox sağ olun Radim müəllim. Çox dəyərli tövsiyələriniz çox maraqlıdır bizim üçün də və hamı üçün də maraqlıdır. Növbəti bir təklifiniz nə olardı? Növbəti bir məsləhətiniz nə olardı? Bizim bu hörmətli mühasiblər üçün, tələbələr üçün. Deməli, növbəti tövsiyəmiz nədən ibarət olardı? Biz yenə də burada mühasiblərin bu karyera planlaması ilə bağlı çox vaxtı bir problem yaşadığını görürük. Necə olur? Məsələn, tutam ki, düşürlər hər hansı bir şirkətə, orada deyirlər ki, yox, bu fəaliyyət xoşuma gəlmədi, burada özümü inkişaf elətdirə bilmirəm. Bu şəkildə bəzi halda sözdə kəsirəm, hədəfsiz olurlar. Deyirlər ki, elə bir dənə mühasib olaq və işləyək, dayanaq. Bəli. Mühasib olaq, işləyək. işləyək. Sual verirsən ki, nədir sənin hədəfin? Yəni, biz bunu dəfələrlə şahid olmuşuq ki, yəni bunlar hədəfini bildirə bilmirlər. Ya bilmirlərmi, ya bilməməzlikdən və yaxud da ki, belə deyək, bunu gizlədirlər və s. Yəni, açıq olmalılar da, hədəfini açıq deməlidir. Məsələn, mən bu günləri bir neçə yoldaşla görüşdüm, hansı ki, mühasib iş axtaranlardır. Onlara qeyd elədim ki, yəni, sənin hədəfin nədir? Məsələn, biri konkret hədəfini dedi, digəri isə dedi ki, özümü inkişaf etdirmək istəyirəm. Bunu hansı şirkət rəhbərinə desə, o onu düzgün qəbul eləməz. Məsələn, adətən təcrübə göstərir ki, xarici şirkətlər əgər bu şəkildə cavab verən yoldaşa ki, sən mühasibatlıq aləmində hədəfin nədir? Desən ki, özümü inkişaf etdirmək istəyirəm, onlar onu işə götürmürlər. Amma konkret desə ki, mən baş mühasib olmaq istəyirəm, maliyyə direktoru olmaq istəyirəm, irəlidə CEO olmaq istəyirəm və desə ki, mən bu qədər hədəfli əmək haqqı planlaşdıram, mənim ailəmin bu problemi var, bunu həll etmək üçün mənim bu qədər maaş ehtiyacım. Bunu konkret desə, artıq o insan hədəfli insan kimi baxılır. Amma xarici şirkətlər buna önəm verirlər. Bizim mühasiblərdə biz çox görmüşük ki, yoxdur yəni bu. Bəli. Hədəf seçmələrinə çox ehtiyac var. Və bildiyimiz kimi bir də insanın xoşbəxtliyi onun işindən çox asılıdır. Yəni insan hardasa həyatının yarısından çoxunu iş həyatında keçirir. Onun kollektivi, ondan sonra o işlədiyi müəssisənin belə deyək, onun xassiyyətlərinə, xüsusiyyətlərinə uyğun o işi sevməsi çox önəmlidir. Ona görə bizim burada mühasiblərə əsas tövsiyəmiz odur ki, yaşınızın nə olmasından asılı olmayaraq, xoşbəxtlik kisə gətirirsə bu, yenidən hədəflərinizə yenidən bir baxın, göz gəzdirin. Mən adətən bu şəkildə deyirəm. Deyirəm ki, siz tutam ki, uşaqlıqdan həkim olmaq istəmişsiniz. Lakin gəldi oldunuz mühasib. Və indi o hədəfinizə çatmaq yəni mümkün deyilmi? Yenə də mən onlara bu yol göstərirəm ki, o zaman həkimliyi sevirsinizsə, maşallah nə qədər klinikalarımız var. Hədəf qoyun ki, bir klinikanın maliyyə direktoru olacaqsınız. Və ən xırda klinikadan başlamaq şərti ilə gedin ora mühasib işləyin. Və siz orada artıq həkimlərlə bərabər işləmiş olacaqsınız. O uşaqlıqdan arzuladığınız iynələri görəcəksiniz, sistemləri görəcəksiniz, xəstələrlə münasibətdə olacaqsınız və bu iş doğrudan da sizi xoşbəxt edəcək. Və yaxud da uşaqlıqdan ticarəti sevmişsiniz. Ticarətin çoxdur. Uşaqlıqdan paltar, tekstil sahəsini sevmişsiniz, yeni tekstil. Uşaqlıqdan bir şey istehsal etməyi sevmişsiniz. Bir istehsalat müəssisəsində gedin mühasib olun. Ona görə də bu hədəfi mütləq seçmək lazımdır və sonra bu hədəfə də addım-addım getmək lazımdır. Yəni
həqiqətən də bizim hamımız bunu təsdiqləyirik ki, biz işi sevdiyimiz zaman günün hardan gəlib getdiyini bilə bilmirik. Demək ki, sevdiyimiz sahəni seçərək bu hədəf istiqamətində özümüzə hədəf qoyacağıq və burada da adətən bunu çox geniş danışmaq olar argument. Məsələn, siz də buraya əlavələrinizi eləyə bilərsiniz. Məsələn, bir insanın mütəxəssis kimi yetişməsi, bir insanın maliyyə direktoru kimi yetişməsinə hardasa təcrübə göstərir ki, 2,5-10 il arası çəkilir. Baxın, bəli, insandan insana fərq olar. Elə mütəxəssislər var ki, 2 il yarıma özünü maliyyə direktoru kimi yetişdirə bilir. Amma elə insanlar da var ki, onlar 10 ilə yetişirlər. O zaman əgər hədəfdən ayrılmasalar, əgər sahədən ayrılmasalar, məsələn, bayaq dediyim kimi tibb sektorunda mühasib işləyən bir şəxs ən gecə onlara bu şey deyə bilərik ki, əminliklə, ən gecə 10 ildən sonra o şəxs gəlib o tibbdə bir klinikanın maliyyə direktoru olacaqdır. Və ya bir mebel sektorunda mühasib işləyən şəxs, təsəvvür edin ki, bir adam 10 ildir ki, ancaq mebel sektorunda istifadə edilən taxtaları görür, onun belə deyək ki, müxtəlif mismarların növünə qədər hər bir şeyi görür və bu adam direktorun əlbəttə ki, ən yaxın məsləhətçisi olacaqdır. Ona görə də bax bu işdə mütləq sahə çox önəmlidir və xüsusən də karyerada gəlirlər, məsələn biz mühasiblərdə nəyə görmüşük? Məsələn tutam ki, adam 3-5 ildir işləyir, tutaq ki, mebel sektorunda. Sonra onu aptekdən dəvət edirlər, 3-5 il ora gedir. Sonra onu dəvət edirlər hər hansı bir ticarətə oradan keçir başqa bir sahəyə və 10 il ərzində o qədər sahə dəyişir ki, və sonra deyir ki, görəsən müəllim, mən niyə inkişaf eləyə bilmirəm? Müəllim, məndən niyə maliyyə direktoru çıxmır? Əlbəttə çıxmaz. Sən bir insan bölündüsə, parçalandısa, o bir hədəfə vurmasa, o gəlib ondan bir şey çıxmaz. Və bugün mühasiblərdə bir də nəyə görmüşük? Öz üzərlərində çalışmırlar. Yəni öz üzərində çalışmayan şəxs, yəni xüsusən indiki dövrdə qanunvericiliyin demək olar ki, sürətlə dəyişdiyi bir dövrdə özünü inkişaf elətdirməyən, öz üzərində çalışmayan mühasiblər geri qalacaqdır. Bax, hədəfi seçmək, öz üzərində daima işləmək, PME sertifikatları almaqla bərabər də daima, məsələn, bu günləri hələ aktual deyil, idarə etməyə çoxu deyirik biz. Yəni, sən get maya dəyərini hesaplamaq öyrən, sən idarə etmədə o çoxun tətbiqini öyrən, sən get rəqəmsal mühasibatlığı öyrən, sən get Power BI-in tətbiqatıdır, SQL-in tətbiqatı, Python. Biz buna bu günləri rəqəmsal mühasib deyirik. Yəni, özünü inkişaf elətdirən mühasib mütləq bu sahələri də mütəmadi olaraq çalışması lazımdır. Bax, bu hədəfli olsa, fikrimcə ona düzgün şəkildə çata bilər. Tam şəkildə razıyam. İnanırsınız, mən də öz tələbələrimə eynən bu məsləhətləri verirəm. Zaten deyirəm ki, məsəl üçün, deyək ki, 6 il ərzində bir 7-8 sahə dəyişmirsən, mühasib kimi gözəl inkişaf etdin. Amma maliyyə direktoru, maliyyə meneceri olmaq kimi bir şansın yoxdur. Çünki siz demişkən, bayaq verdiyiniz məsləhət kimi, tam şəkildə mümkün deyil. Çünki adam bir sahə üzrə orada yüksək bir yerə çatmaq üçün onun xırdalıqlarına qədər hər bir şeyini izləyib öyrənməlidir. Buna da müəyyən bir müddət lazımdır. Tam şəkildə fikrinizlə razıyam. Çox sağ olun Radim müəllim. Sağ olun. Allah sizdən razı olsun. Çox sağ olun, hörmətli mühasib bələdçi verilişinin izləyiciləri. Bu günləri bizim ikinci verilişimiz tövsiyələr üzrə burada bitir. İnşallah gələn verilişimizə davam edəcəyik və bizim kanalı izləməyi unutmayın. Sağ olun, salamat qalın.